Lakin buna baxmayaraq Azərbaycan hakim dairələri indiyə qədər buna məhəl qoymurlar. Və bizim qardaşlarımız, bizim qeyrətli, vicdanlı qardaşlarımız növbə edərək aclıq elan edirlər və onların hüquqlarını, Eynullahın azad olunmasına əsb olunur. Yəni bu aksiya və mən bizim məktəbənin üzr istəyəm sizi biraz qabağa buyur qardaşlarımıza Allah Taala'dan can sağlığı, Allah Taala'dan yüksək iradə arzu edirik və Allah'dan arzu edirik ki, onları mütəmadi əvəz edənlər davam etsin, olsun. Yəni bütün Azərbaycan cəmiyyətinə yox, bütün dünyaya bu səhəməni çatdırmaq lazımdır. Əfsuslar olsun ki, dünya ona çox az diqqət edir. Amma bugün Amerikanın və yaxud Afrikanın çölü biyabanında bir aclıq elan edənə görürsən ki, bütün dünya hayşu edir ki, belə. Amma bizə Azərbaycana gəlib çatanda isə, belə bir aksiya gələndə isə, əfsuslar olsun ki, geniş informasiya yayılır. Və ona görə də biz də öz müqabilimizdə bu informasiyanı yayacağıq və bir daha biz Allahlardan dua edirik ki, haqq və ədalət öz yerini tutsun. İnşallah Eynullah da azad olsa və ona aksiyada iştirak edənlər də Eynullah ilə bir yerdə oturub o xoş günlərimizi, qarşıda gələn xoş günlərimizi uğrunda mübarizə aparaq inşallah. Amin. Allah sizə kömək olsun. Sağ olun. Sağ olun. Sizə də can sağlığı və necə deyəlim, möhkəm olun. Sağ olun. Sağ olun. Bak üç yol. Biri oturup sakin durma, gözlemek. 10 ildir, 15 ildir, 50 ildir, otur gözle. Bir daha. İkinci yolu. Gedib mektublar yazmaq, xahiş eləmək. Mehriban xanımdan, İlham cənab prezidentdən və s. və bu kimi. İkinci yolu budur. Üçüncü yolda döyüşməkdir. Dava çəkilməmək, döyüşmək. Bu üç, ya bunu eləyirsən, ya bunu bir dəfə olmayacaq. Olmayacaq. Başa düşsən? Hal-hazırda indi nə yerdə qalıb? Eynullahın işi, biz bizə girdik, aclıq edən uşaqlara da baxdıq, yazılır. Eynullahın işi belədir, deməli, Avropa məhkəməsinin axırıncı qərarını da bildik. Qərarını bildir. Bunlar istəyirdi, bu aclıq nəyə görə idi? Bunlar dedi ki, plenum olub ayın 12-sində, bir plenum olub ayın 12-sində. Bunlar dedi ki, bu plenum olacaq da 3 ay müddətində olur, rübidə bir dəfə olur, yəni 3 ay. Olacaq yanvarda, fevralda. Bunlar aclığı ki, başladılar Eynullah orada, sağ olsun, bunlar da burada. Onlar da seçki qabağı, çəkildilər dala, ucumdan danışırım. Gəlirlər 11-i, gələn ayın 11-i. Deməli, birinci işi bunu ləğv olunur. Yəni, o qərar burada icra olunmalıdır. Qalır mı bu narkotik məsələsi? Burada necə fırladacaqlar bunu? Ya da elə geçsin yatsın, 2 il yarımı da. Ya da ki, bu, mən türmədə olmasaydı, mən narkotik hardan idi. Yəni, bu birinci işi, bu 3 il yarımı o pozulmalıdır. Ne görə necə olacaq da, qardaşım? Amma mən də artıq o 2 il yarıma da hazırlaşıram. Neyini? 2 il yarımda bir il gedib, gəl. Ondan da bir il gedib. İnşallah Eynullahın çıxmanı bayaq uşaqlara dedi, biz qeyd edəcəyik. Hamımız vallahi evranlardan sizlə. Bu işlər nə qədər böyük əziyyət çəkib siz onu bilirik. O Novruzəli müəllimin işi. Allah ona rəhmət eləsin. Allah, biz bilirik, Allah ona rəhmət eləsin. Eynullahın, bax bizim o Talış info saytı var. Mən niyə deyirəm, bu info birləşdiriləcək. O info bəzən bizə tənqid edirlər ki, bu sayt az qala Eynullah Fətullayevin saytına dönüb. Bizə deyirlər ki, biz başa düşürük, sən əsas bu mövzunu niyə daima hər 3-4 mövzudan bir Eynullah haqqında yazırsın. Deyirəm ona görə ki, Eynullah Fətullayev ilk şəxsiyyət oldu ki, Novruzəli müəllimi həbs edəndə onun müdafiəsi qaldı. Yam Azərbaycanda məşğul. Bundan da əlavə, bir əlavə deyim. Ona görə Eynullah yeganə adamdır ki, orada otura-otura məqalələrində yazır və mübarizəsini davam edir. Allah sizə kömək olsun. Çox sağ olun. Allah sizə uğurlar. Biz bilirik ki, o çıxacaq. Və